Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yassir li emri ve ahlul uqdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana ve zidna ilm ve ba'd. Aziz kardeşler, Allah Azze ve Celle'nin izniyle bugünden yeni bir kitabın tədrisinə başlayacaq inşallah. Və önceden bu kitaba başlamazdan önce bir müqəddimə edək. O da odur ki, Allah Azze ve Celle hər bir əsrdə, hər bir dövrdə onun dinini insanlara çatdıran mücəddidlər, dini yeniləyən alimlər göndərmişdi. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem hədisdə buyurur, alimlər Peyğəmbərlərin varisləridir. Keçmiş ümmətlərdə Peyğəmbərlərin risalətini insanlara çatdırmaq üçün ardıcıl Peyğəmbərlər gəlirdi. Lakin bizim Peyğəmbərimiz Muhammed sallallahu aleyhi ve sellem nəbilərin və rasulların sonuncusu olduğuna görə, ondan sonra bir Peyğəmbər gəlmədiyinə görə onun etdiyi işi, təbliğ işini o ümmətin alimləri yerinə yetirmişdir. Və Allah Azze ve Celle hər bir əsrdə, hər bir dövrdə onun dinini yayan, insanlara çatdıran alimlər çıxarmışdı. Ki, alimlər haqqı söyləyib, bidətdən insanları çəkindirib, Allahın dinini müdafiə etmişdir. Və o alimlərdən biri də Şeyh Muhammed ibn Abdülvahhab rahimehullah'dır. Allah Azze ve Celle onun dəvətinə bərəkət vermiş. Onun dəvətinin səbəbilə minlərlə, milyonlarla insan şirk zülmətindən çıxaraq tövhid nuruna boyanmışdır. Və Şeyh rahimehullah nə qədər bu yolda əziyyətlər görsə də heç zaman bu dəvət yolundan usanmamışdı. Dəvət yolundan geri çəkilməmişdi. Əziyyətlər görüb, qovulub, bura gedib, oradan qovublar, buradan qovublar. Lakin şeyh bunun hamısına səbr edib, insanları şirk və bidət zülmətlərindən tövhid və sünnət nuruna çıxarmışdı. Və onun əli ilə Ərəb yarımadasında tövhid dəvəti yayılmışdı. Onun insanlara öyrətdiyi tövhid səbəbilə nə qədər məşhədlər, qübbələr, insanların ibadət etdiyi ocaqlar, pirlər yerlə yeksən olmuşdur. Ona görə bu qəlblərində şirk olan xurafət əhli onu sevmir. Onun haqqında böhtanlar çıxarır. Nəyə görə? Çünki onların əqidəsini, onların gətirdiyi yolu, üslubu nə eləmişdi? Şeyx darmadağın etmişdi. Gətirdiyi sünnə üzərində olan dəvət üslubu ilə onların bidətlərinə, şirklərinə rədd vermişdir. Və nə qədər insanlar onun dəvətindən təsirlənib, istər Ərəb yarımadasında, istər dünyanın müxtəlif ölkələrində o mübarək dəvətdən təsirlənib haqqı qəbul etmişlər. Lakin Allah düşmənləri bunu qəbul edə bilmirdilər. Bunu qəbullana bilmirdilər. Ona qarşı savaş açdılar. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellemin vaxtında Rasulullah sallallahu aleyhi ve sellemə qarşı savaş oldu. Onun gətirdiyi dinə qarşı savaşırdılar. Qılınc gücünə, zor gücünə. Ondan sonra sahabələrinin dövründə, ondan sonra tabinlərin və 1400 il bu günümüzə qədər, Rasulullah sallallahu aleyhi ve sellemin vaxtından bu günümüzə qədər Allahın dininin düşmənləri o dinə qarşı zor gücü ilə savaş edirlər. İlk fürsətdə tapdıqda bu savaşı davam etdirirlər. Lakin bəzən olur ki, müsəlmanların gücləndiyi hallar olur. Müsəlmanlara açıq aydın savaşda qalib gələ bilməyəcəklərini düşündükləri hallar olur. Və yaxud o savaşla bərabər arxadan, arxa cəbhədə də savaş açırlar. O da gizli savaşdır. Bəzi üslublar istifadə edərək, müsəlman gəncləri aldadaraq,
azğın fikirlərə yuvarlayaraq neynirlər? Haqq dəvətə zərər vurmaq istəyirlər. Və çox təəssüf olsun ki, bugünkü günü haqq dəvətə dil uzadan və şeyx buyurur ki, bugünkü günü baxmayaraq ki, haqq dəvəti yayan insanlar olsa da, lakin o dəvətə hətta müsəlmanların içindən, müsəlman övladlarından dil uzadanlar, tən edən toplumlar çıxartdılar. Allah düşmənləri, din düşmənləri bu toplumları bizim öz içimizdən oğurlayaraq onları yetişdirdilər. Artıq sən açıq aydın qarşında bir kafirlə savaşmırsan. Sənin öz içindən olan, özündən olan müsəlman dediyin insanlarla üz-üzə gəlmiş olursan. Onları yetişdirib aramıza buraxdılar. Və bu dəvətə, mübarək dəvətə bir neçə tərəfdən tən edərək bu dəvəti insanların gözündən salmağa çalışırlar. Və onların üslubları çoxdur. Tən etmə yolu ilə və yaxud inhiraf, azğın fikirlər yayma yolu ilə bu dəvəti insanların gözündən salırlar. Necə ki, məsələn, radikal insanları yetişdirirlər və yaxud xurafatçı insanları yetişdirirlər. İslam budur deyə anladırlar. Və sonra da deyirlər ki, baxın, İslam budur. Necə ki, məsələn, biz bilirik ki, Şiəliyin əsasını Abdullah bin Səba qoyub, bir Yahudi qoyub. Onlar özləri bu ideyanı yaratdılar. Dedilər ki, necə ki, Musadan sonra Harun var, Muhammeddən sonra da Əli olmalıdır. Bu şəkildə bunu ideyanın əsasına qoydular. Dəstək oldular. İndi bugünkü gün deyirlər ki, nə farqı, mən İslama necə daxil olum ki, bütün xristiyanlıqda və ya yahudilikdə olan atributlar sizin dilinizdə də var. Din də dedikdə nəyə qəsd edirlər? Şiəliyə qəsd edirlər. O dinə mən nəyinə daxil olurum? Zaten qalmışam da öz dilimdə. Allah, Muhammed, Əli, biz də ata, oğul, ruh deyirik. Həmən şeydir. Üçlük, həmən şeydir. Xeyirlə mən deyir o dinə daxil olum. Onu yaradan kimdir? Onların özləridir. Və bunların üslublarından biri budur. Və onların əsas üslublarından biri dediyimiz kimi müsəlman övladlarını yetişdirib İslama, haqq dinə tən edən insanlar yetişdirmələridir. Və onların tənləri də şeyx deyir ki, əsasən bir neçə nöqtədə cəm olur. Birincisi deyir, sünnə, sələf imamlarına, alimlərinə tən etməkdir. Onları pis ləqəblərlə vəsf etməkdir. Məsələn, demək ki, onlar heyz nifas alimləridir və yaxud onlar sultanların yanında olan alimlərdir. Bu, əsas kimlərin istifadə etdiyi şeylər? Təkvirçilərin istifadə etdiyi üslublardır. Ki, bu şəkildə tən edirlər ki, bu alimlər, bu şeyxlərdən, bunlardan elm alınmaz, bunlardan fiqh məsələlərini soruş, əqidə bunlardan öyrənilməz, əqidə türmədə olan, həbsxanada olanlardan öyrənilir. Bu kimi şübhələrlə insanların beynini yeyirlər və Rəbbani alimlərə tən edirlər. Bu, onların üslublarından biridir. Həmçinin onların üslublarından biri tövhid dövlətinə daim edilib atmaq. Səudiyyə Ərəbistanı biz bilirik ki, yer üzündə bugünkü günü İslam şəriəti ilə idarə olunan tək dövlətdir. Amma heç kəs məsumluq iddia etmir. Xilafətin, Raşidi xəlifəlikdən sonra bütün dövrlərdə, istər Əməvlərin dövründə olsun, istər Əbbasilərin dövründə olsun, istər Osmanlıların dövründə olsun, istər Səlcuqların, istər digər müsəlman dövlətlərin hamısının dövründə günahlar da olub, asiliklər də olub, yanlışlıqlar da olub, o dövrə uyğun günahlar olub. Yəni, bu olması insan bəşəriyyətinin təbiətindəndir. Lakin biz nə edirik? O günahları qabardırıq, bayraq eləyirik, gecə-gündüz o günahlardan baxın, Saudiya nə edir, baxın, Saudiya nə edir, Saudiya nə edir. Yaxşı, baxın, Saudiya nə edir deyə bir dəfə danışdımmı ki, baxın, Saudiya gecə-gündüz tövhidi yayır. Bugünkü günü yer üzündə, sələf inancında, bu əsrdə olan, dünyanın harasında olan hər hansı bir insandan soruş, bir ucu gedib Saudiya çıxacaq.
ya Saudiyədə oxuyub gəlmiş insanlar onları dəvət edib, ya Saudiyədə həcdə, ümrədə olmuş insanlar oradan təsirlənib gəlib, ya Saudiyənin alimlərinin yazdığı kitabları oxuyub haqq dəvətə gəlib. Hara hərləsən, bugünkü günü bir tərəfə ora gedib çıxır. Və bu xeyri niyə unudursan? Saudiyəni niyə unudursan ki, yeganə yer üzündə, yeganə dövlətdir ki, o dövlətdə kilsə, sinagog yoxdur. Yeganə dövlətdir ki, ölkədə bir nəfər də olsun xristiyan, yahudi, ya qeyri-müsəlman bir vətəndaş yoxdur. Vətəndaşının 100% hamısı nədir? Müsəlmanlardır. Niyə unudursan ki, şəriətin, yəni konstitusiyada yazılıb ki, bu birinci maddəsində yazılıb ki, bu ölkə Quran və sünnə ilə idarə olunacaq. Bu şeyləri niyə unudursan? Bunlar başlayırlar onu gözdən salmağa. Onu gözdən salandan sonra artıq arxası gəlir. Onlar üçün asanlaşır. Gözündə salandan sonra oradakı alimləri də gözdən salmaq asan olur. Onun etdiyi yaxşılıqları da nədir? Gözdən salmaq asan olur. Şeyx Abdüləziz Reis Hafizahullah deyir ki, Allah Azə və Cəllə nəsib etdi, bir dəfə deyir, Yemənin böyük alimlərindən olan Şeyx Muqbil Rahiməhullahla görüşdüm. Bir məclisdəydi. Şeyxə deyir, sual verdim ki, Şeyx, necə oldu ki, insanlar, baxmayaraq ki, sizdən də, Yəməndə belə sələf dəvəti bu şəkildə yayıldı. Bu əsrdə yayıldı. Yəməndə, əlhamdülillah, o Yəmən savaşına qədər elə bir dəvət yayıldı ki, elə bir şəkildə sələf əqidəsi yayıldı ki, dəhşət bir şeydir. Bəli, yəni əsas da ona görə savaşı çıxardılar ki, çünki Zeydilər dəstə-dəstə nədir? Əhl-i sünnəni qəbul edirdilər. Zeydilərin mərkəzi olan həmən hansı ki, Dəmməc, ən çox onların olduğu yerlərdən biridir. Şeyx Muqbil Rahiməhullahın mərkəzi yerləşən. Şeyx Muqbil tək başına getdi ora, tək başına. Bizim universiteti bitirdi, qayıtdı ora. Səhrada 3-5 nəfər yığdı məsciddə, onlara dərs verirdi. 3-5 nəfər, illərlə 3-5 nəfərə dərs verirdi. Yavaş artdı Şeyx Muqbilin. Yəni, hətta elə olurdu, deyir ki, yerli ahali şiyələr deyirdi ki, bizə də dərs keç. Mən onlara nə keçim? Şeyx Muqbilin özü danışır ki, sonradan nə keçim onlara mən? Deyirdim ki, gəlin, sizə də ərəb dilinin qrammatikasını keçəcəm. Ki, yəni, söyləməsinlər ki, bizə niyə dərs keçmirsən deyə problem yaratmasınlar deyə mənə. Həmən o zeydilər, şiyələr. Və illərlə səbr etdi, 3-5 nəfərə səbr etdi. Lakin Allah Azə və Cəllə ora bərəkət verdi. İxlasa görə, orada olan ixlasa görə, orada olan imana görə, haqq dəvətə görə bərəkət verdi. Və 2012-13-də ki, Yəmən müharibəsi başlamazdan öncə Şeyx Muqbil 2000-də vəfat edibdi. 2001-də vəfat edib Şeyx Muqbil. Şeyx Muqbildən sonra onun tələbələri oraya rəhbərlik eləyirdi. Dəmməcə, onun tələbələri baxırdı. Şeyx Muqbilin tələbələrinin vaxtında, əlhamdülillah, dünyanın hər tərəfindən oraya elm tələbələri gəlməyə başladı. O mərkəzə elm tələbələri gəlməyə başladı. Dünyanın hər tərəfindən. İstər bu keçmiş Sovet ölkələrindən olsun, istər Avropadan olsun, təkcə ərəb ölkələrindən yox. Yəmən müharibəsi başlamazdan öncə 18.000 tələbə oxuyurdu orada. Dünyanın müxtəlif ölkələrindən, istər Yəməndən, istər başqa 18.000 tələbə oxuyurdu. Və Şeyx Abdüləziz Hafizullah deyir ki, Şeyx Muqbil Rahiməhullaha sual verdim ki, Şeyx, Yəməndə sələfiliyin bu şəkildə, əlhamdülillah, sürətlə yayıldı və insanlar bu şəkildə qəbul etdi. Baxmayaraq ki, Yəməndən keçmiş əsrlərdə böyük alimlər çıxıb, İmam Şovkani çıxıb. Eşitmişsiniz Şovkaninin adını? İmam Sanani çıxıb. Böyük əhl-i sünnənin imamları çıxıb, alimlər çıxıblar. Niyə onların vaxtında sələf dəvəti bu qədər çox yayılmadı? Onlar daha böyük alimlər, indiki şeyxlərdən daha böyük alimlər idi. Şeyx Muqbil Rahimullah dedi ki, bu Saudiya Ərəbistanın səbəbi ilədir. Saudiya Ərəbistanın krallığının fəzilətidir. Səbəb olaraq odur ki, onların dəvətə etdiyi, dəvət üçün verdikləri nədir? Zəhmətdir. Ona görə insan bu zəhməti görməzdən gəlməməlidir. Peyğəmbər s.ə.v nə deyir? İnsanlara təşəkkür etməyən Allaha şükür etməmişdir.
Adamlar tövhid dəvətinin yayılması üçün universitet tikirlər. Dünyanın 175 ölkəsindən insanları gətirib pulsuz, parasız öyrədirlər. Tövhidi öyrədirlər. 20 mindən artıq eyni vaxtda tələbə orada təhsil alır. Mən təkcə Mədənə İslam Universitetindən danışıram. Ummul Quradan, Riyad universitetlərdən, digər universitetlərdən danışmıram. Niyə? Yer üzündən Allahın nurunu yaysınlar deyə. Tövhid əqidəsini insanlara çatdırsınlar deyə. Və həmçinin şeyx deyir ki, həmçinin bugünkü günü haqq dəvətə tən edənlərin etdiyi tənlərdən üçüncüsü də deyir, bu mübarək dəvəti, sələfi dəvətini təkvir dəvəti kimi insanlara vəsf etməkdir. Və bu deyir, qədimdən atılmış bir böhtandır. Şeyx Muhammed ibn Abdülvahhabın sağlığından ona bu böhtan atılırdı. Yəni, bugünün söhbəti deyil ki, bunlar təkvirçilərdir, Vahabilər təkvirçilərdir deyə söhbət bugünün söhbəti deyil. Şeyxin sağlığında atılan böhtanlardır. Şeyxə məsələn məktublar gəlirdi ki, şeyx, sən insanlara deyirsən ki, kim mənim yanıma hicrət etmirsə, o kafirdir. Onun qanı malı halaldır, tövhid əhli olsa belə. Və şeyx nə deyirdi? Deyirdi ki, hədə buhtanun azim, bu açıq aydın bir böhtandır. Biz Allaha və Rasuluna iman gətirən hər kəs bizim müsəlman qardaşımızdır, harada olmasından asıl olmayaraq. Hətta Durar-ı Səniyyədə birinci cilddə deyir ki, necə olur ki, biz Misirdə Əhməd Bədəvinin, Abdülqadir Ceylaninin qəbrinə tavaf edən, ona dua edən, ondan kömək istəyənləri, cahilliyi üzr görüb onları kafir demirik. Ki, onlar cahildirlər, onlar bilmir, onlara haqq çatmayıb deyə onları təkvir etmirik. Necə olur ki, tövhid əhli ola, Allaha və Rasuluna iman gətirər, namaz qıla, oruç tuta, zəkat verir, biz onları nədir, bizim yanımıza gəlmir deyə təkvir edək. Bu açıq aydın böhtandır. Durar Səniyyədə Şeyx Rahiməhullah bu şübhələrin deməyə ki, hamısına cavab verib. Öz sağlığında ona böhtanlar atılırdı. Və vəfatından sonra da atdılar. Təbii ki, bunun üçün vəfatından sonra daha çox səbəblər oldu ki, yəni müsəlman gəncləri, emosional gəncləri aldatdılar və özünü sələf əqidəsinə, Şeyx Muhammed ibn Abdülvahhabın kitablarını oxuyuram deyən insanları azdırdılar, özünü sələf əqidəsinə nisbət edən insanları neynədilər? Təkvirə saldılar, sordular, baxın, bu insanlar niyə bu fikrə düşüb? Muhammed ibn Abdülvahhabın kitablarını oxuyub bu fikrə düşüb. Deməli, bunlar təkvirçidirlər. Yəni, bu planlı görülən bir şeydir. Bugünkü günü bəziləri özünə elm tələbəsi deyən çıxır, hətta bizim ölkəmizdə də var. Adam çıxır, deyir ki, xeyr, Şeyx Muhammed ibn Abdülvahhabın əqidəsi bu olubdur, tək kafir görübdür. Bidət əhli də, istər rafizlər, istər sufilər, həmin videonu kəsirlər, paylaşırlar ki, baxın, özləri etiraf edilir. Bəziləri bugünə qədər etiraf etmirdi, şeyxin təkvirçi olduğunu özləri etiraf edir. Çünki bu adam böhtan atır. Baxın, şeyxin nəvələrinin özlərinin yazdıqları kitablar var. Misbah-ı Zaləm, məsələn, bu kitablardan biridir. Yəni, zülmətlərə aydınlıq, zülmətlərə qaranlıq. Və o kitab nədir? Nə üçün yazıb onu yazan? Şeyxin nəticələrindən biri yazıb. Şeyxə təkvirdə ittiham edənlərə cavab olaraq yazıb. Kimlər ki, şeyxi təkvirdə ittiham edib, onlara cavab olaraq yazıbdır. Bugünkü gün maalesef o təkvirçilər əməlləri ilə bidət əhlinin əlinə ravac verirlər ki, bidət əhli bunu bayraq edə bilsinlər. Hansı ki, şeyx batil təkvirdən həmişə uzaq olub. Zülmlə olan təkvirdən uzaq olub. Şeyx təkviri deyib ki, təkvir şərtləri ilə, maniləri ilə olmalıdır. Öz başına təkvir olmaz. Hər şirk edən, yəni əsli müsəlman olandan danışırıq, hər şirk edəndən həmən müşrik hökmü verilmir. Şərtlər yenə yetinmədikcə, manilər aradan qalxmadıqca ona hökm verilməz. Bunu açıq aydın kitablarında bəyan edib. Və o da özündən deməyib. Özündən öncəki alimlərin, istər Şeyx İslam ibn Teymiyyə, ibn Qeyyim, istər də onlardan qabaq əhl-i böyük imamların sözlərini nəql edibdir. Şeyx yalnız bu dəvəti insanlara təbliğ edib. O bugünkü günü o insanlar şeyxin dəvətini təkfir dəvəti kimi qələmə verirlər və buna da səbəb bəzi içimizdən olan, sapı özümüzdən olan nədir? Baltalardır. Və şeyx buyurur ki, həmçinin dördüncü
Səbəblərdən şeyxin dəvətinə təsir edən, tən edən səbəblərdən biri də bəzilərinin bidət əhlindən otu qayrayıb qarışmasıdır. Mümeyyili etməsidir. Bidət əhlinə qarşı yumşaqlıq göstərməsidir. Və bu həqiqətən təhlükəli bir şeydir. Batil əhli, baxırsan ki, bəzi batil əhli var, yəni batil dəvətçiləri, bidət əhlinə olanlar, açıq aydın, zəlalət əhlidir, özünə sələf dəvətinin üzərində olanlar deyənlər, onlarda bir problem görmür. Onları insanlara tövsiyə edir. Xeyr, belə insanlara tövsiyə olunmaz. Sən haqq dəvəti qorumaq istəyirsənsə, onun ətrafında olan alaq otlarını təmizləməlisən ki, bu salamat qalsın. Təbii ki, burada bidət əhli dedikdə, söhbət həqiqi bidət əhlindən gedir. Yoxsa mən səndən xoşum gəlmir, sənə bidətçi deyirəm, filan kəs bidətçidir, biz bidət əhlinə qarşı sərt itib, səni vurub atıram, heç bir səbəb olmadan, dəlil, sübut olmadan bidətçi deyirəm. Sonra o biri qardaşa keçirəm, o biri qardaşda problem nədir? O da sənə salam verirdi, ona da bidətçi hökm verirəm. Sonra keçirəm üçüncüyə, o da ona salam verirdi, ona da bidətçi deyirəm. Zincirvari şəkildə bu nədir? Silsiləvi şəkildə insanları təkvirçilərin etdiyi kimi silsiləvi şəkildə insanlara bidətçi hökm verirəm. Xeyr, bu sələfin yolu deyil. Bu, sələfin yolu deyil. Bəli, sələf bidət əhlinə qarşı sərt mövqe göstərib. Onlara qarşı sərt olub. Onların bidətindən çəkindirib. Onlara rədd verib. Xüsusən də yayılan bidətlər varsa, insanları azdıran bidətlər, inançlar varsa, onlara zamanında rəddlər verilib. Lakin hər şeyin öz miqdarı var. Lakin sən bugünkü günü əsli bidətçilərlə, açıq aydın bidəti, zəlaləti açıq aydın olanlarla salamı kəsmirsən, oturub durursan, deyirsən, gülürsən, sonra öz əqidə qardaşınla kiminsə sözünə görə salamı kəsirsən. Sənin Peyğəmbərinə qədər dil uzadan, Peyğəmbərinin zövcələrinə dil uzadan, onun dostlarına, sahabələrinə dil uzadan, insanlara qardaş deyərək, salam aleykum salam deyərək danışırsan, deyirsən ki, cahildilər, insanlar bilmirlər. Lakin əqidəsində sənlə fərqli olmayan, səninlə heç bir ixtilaf etməyən bir insanla salamı kəsirsən, nədir? Filan kəs mənə tapşırıb ki, filan kəsə salam vermə. Bu sələfilik deyil. Bu əslində dini parçalamaqdır. Hizbilikdir, dəstələrə bölünməkdir. Əl-vələ vəl-bara dinimizdə əsli məsələlərdəndir. Əl-vələ vəl-bara nəyin üzərində olmalıdır, qardaşlar? Məsum olan bir şeyin, Qur'an və sünnənin üzərində olmalıdır. Əl-vələ vəl-bara Qur'an və sünnə üzərində olmalıdır. Şəxslər üzərində deyil, cəmaatlar üzərində deyil, filan kəsin sözünə görə deyil. Kimsə şəxslərə görə, fikirlərə görə, cəmaatlara görə, dəstələrə, kitab, hər hansı bir kitab, nəyə görəsə əl-vələ vəl-bara qurarsa, yəni Qur'an və sünnədən başqa bir şey üzərində əl-vələ vəl-bara qurarsa, o hizbidir. Hizbinin tərifi budur. Baxmayaraq ki, özləri sabah axşam ona buna hizbi deyirlər, amma hizbiliyin tərifini öyrənəndən sonra, baxandan sonra və tətbiqatına keçəndə görürsən ki, onlardan başqa hizbi yoxdur. Əsl hizbilər özləridir. Çünki hizbilər deməkdir, dəstələrə bölünməkdir, dəstələşməkdir. Mən dediyimi deyəcəksən, demirsənsə bizdən deyilsən. Hizbilik budur. Ya mən deyənə deyəcəksən, ya da bitdin sən. Salam, kəlam, hər şey bitdi. Mən deyən olmalıdır. Belə bir din yoxdur. Sən deyən olmamalıdır. Allah və Rasulü deyən olmalıdır. Allah və Rasulun dediyindən başa sal. Göstər, isbat elə və bunun üzərində səbirlə dəvət elə. Adam Allah və Rasulunun sözünü rədd eləyərsə, artıq hökm ayrıdır, bəllidir. Lakin mən deyən olmalıdır. Mən dediyimi eləmirsənsə, deməli, səndə problem var. Sələflik deyil. Sələfin yolu bəllidir. Qur'an və sünnə yoludur və bu sələfin yolu
Quran və sünnəni sahabələrin, tabiinə və xeyirli, onlardan sonra gələn xeyirli imamların başa düşdüyü kimi başa düşməkdir. Ona görə də qardaşlar, məsələ yüngül deyil, məsələ ciddidir. Yəni, insan əqidəsini öyrənmək üçün çalışmalıdır. Dinini öyrənmək üçün əlindən gələni etməlidir. Və əqidəsinin əsas məsələdə əqidədə nədir? Tövhid məsələləri, tövhid və şirk məsələləridir. Ən önəmli məsələlərdir. İnsana fayda verən və insanı cəhənnəmdən xilas edən məsələlər tövhid və şirk məsələləridir. Bunları öyrənməliyik və bunları da düzgün başa düşməliyik. Düzgün şəkildə tətbiq edə bilək. Bugünkü günü ya insanlar, əksər insanlar ya ifratda, ya təfriddədirlər. Ya öyrənmirlər, tövhiddən xəbərləri yoxdur. Tövhid onların umurunda deyil. Tövhid və şirk məsələlərini bilmirlər. Ona görə də bəzən baxırsan da bilərəkdən və bilmərəkdən şirkə düşürlər. Tövhidi tərk edirlər. Niyə görə? Onlar üçün önəmli məsələ deyil tövhid məsələsi. Və digərlərsə tövhidi öyrənirik deyərək, lakin yanlış formada anladılır deyə onlara və yaxud yanlış formada öyrənirlər deyə Peyğəmbər sallallahu aleyhi ve sellemin gətirdiyi kimi deyil, yəni alimlərin bizə başa saldığı kimi deyil, bidət əhlinin onlara öyrətdiyi kimi başa düşürlər və bizə də təkvirə düşürlər. Və biz də inşallah bu mübarək kitabda, yəni Şeyx Muhammed ibn Abdülvahhab rahiməhullahın İslamdan çıxaran 10 məsələ kitabını, kitab dedikdə kitab deyil, əslində bir kitabçadır, balaca bir risalədir. İslamdan çıxaran 10 məsələ. İnşallah bunu tədris edəcəyik. Və bu risalədən öncə Allahın izni ilə müqəddimədə şeyx deyir ki, mən 14 dənə müxtəlif müqəddimə gətirəcəm, 14 dənə müqəddimə zikr edəcəm, ondan sonra kitabın şərhinə keçəcəyik. Çünki o müqəddimələri bilməmiz lazımdır ki, şeyxin sözlərinə düzgün başa düşək. Məsələn, şeyxin sözü gələcək ki, yəni İslamdan çıxaran 10 məsələdən birinci nədir? Allahdan başqasına dua edən nədir? Birinci, Allahdan başqasına dua etmək. Sən bunu müqəddiməsiz, şərhsiz, filansız öyrənsən, kimi görsən, həmən tətbiq edəcəksən ki, bu İslamdan çıxdı, bu İslamdan çıxdı. Başlayırsan nəyə düşməyə? Təkvirə düşməyə. Bunu düşməmək üçün mütləq sən öncədən müqəddimələr olmalıdır, qaydalar olmalıdır, düsturlar olmalıdır. O düsturları bilmədikcə, o qaydaları bilmədikcə sənin bir öz-özünə oxuyub doğru başa düşməyi mümkün deyil. Və inşallah biz ilk öncə həmən o 14 müqəddiməni keçəcəyik. Ondan sonra Allahın izni ilə, yəni biz onları müxtəsər olaraq toxunacağıq və ondan sonra Allahın izni ilə kitabın şərhinə keçəcək. Allah azə və cəllə istəyirəm ki, bizə eşidib faydalanlardan eləsin, eşidib yaxşıdan tabilanlardan eləsin. Subhanakallahum bihamdik, əşhədən la ilaha illə əntə, əstəğfiruka və etûbü ileyk.